Təkcə bir kartdan 10.000 manat uğurlanıb may ayında. Mayın demək 3 ilə 4-də vətəndaşların bank kartlarından 50.000 manata yaxın pul uğurlanıb. Təkcə 2 gün ərzində. Qafqaz Info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, şənbə və bazar günlərində ayrı-ayrı vətəndaşların müxtəlif 2-1 üsulla 7300, 4000, 3996, 2957, 1850, 1566, 1450 və 188 manat, 185 manat, 145 manat, 129 manat, 120 manat, 70 manat, 75 manat pul vəsaitləri bank kartlarından uğurlanıb. Nazirlik vətəndaşları kartın üzərində olan, bilirsiniz ki, 3 rəqəmli bir rəqəm var. Onu heç kimə deməməyi tövsiyə edir. Bir də yanlış zənglərə cavab verməməyi, PIN kodu da, bu PIN kodda məxfidir də, bu məlumatları da tanımadığı şəxslərə verməməyə çağırır. Bacısına belə, qardaşına belə, atasına belə verməməyi tövsiyə edir. Çağırış edib Daxili İşlər Nazirliyi. Çünki əgər kartda pul varsa, hamı o karta maraqlıdır ki, oradan o pulu çəksin, götürsün. Demək, 2 gün ərzində, mayın 4-də və 3-də vətəndaşların bank kartlarından 50.000 manata yaxın pul uğurlanıb.